İltiqau sakinin, yəni iki sakin hərfin yanbayan gəlməsi və yaxud qovuşması. Məsələn, Bəqərə surəsi 180-ci ayədən seçim etmişik. Bu cür kəlmələri bir-birlərinə bitişdirərək oxuyan zaman bəzən ya səhv oxunuşlar icra oluna bilir və yaxud sual meydana çıxa bilir ki, biz bu hissəni necə oxumalıyıq. Əvvəla diqqət yetirək tənvinlərə. Bildiyimiz kimi tək hərəkələr, məsələ fəthə ə səsini verir, kəsrə i səsini verir, dammə u səsini verir. Amma bunlar qoşalaşdıqda, cütləşdikdə bu zaman hər birinin sonuna sakin nun hərfi əlavə olunur. Əlbəttə yazıda yazılmır, amma tələffüz zamanı meydana çıxır. Oxuyuruq ən, in və un. İnşallah indi biraz da açıqlama verməyə çalışaq ki, dərsimizi və yaxud qaydamızı daha bir aydın şəkildə, düzgün bir şəkildə başa düşək. Məsələ burada gördüyümüz kimi xayran, burada xayran yazmışıq, amma burada artıq nun hərfini sanki zahirə çıxarmışıq qırmızı qələmlə ki, çünki yazıda yoxdur bu, amma sadəcə dərsimizi başa düşmək üçün qırmızı qələmlə göstərmişik. Və bitişdirmək üçün bu nun hərfinin də sonuna bir kəsrə əlavə edirik. Oxuyuruq xayranil vasiyyə. Yenə diqqət yetirək. Baxın, xayran bu cür idi. Tənvin fəthə. Bildiyimiz kimi bunun daxilində nə dedik var? Bir dənə nun hərfi var ki, sakin. Həmin o nun hərfinin sonuna da bir kəsrə əlavə edirik və bitişdirib oxuyuruq. Xayranil vasiyyə. Nümunələrimizə baxaq inşallah. Məsələ Qiyamət surəsi 12-ci ayədə Yəvmə izinil mustəqar və yaxud Məryəm surəsi 7-ci ayədə Bi quləmin ismuhu və yaxud A'raf surəsi 177-ci ayədə Məsələnil qavmu və yaxud Kəhf surəsi 88-ci ayədə Cəzəənil husnə. Deməli, qısa bir də təkrar edək. Deməli, tənvinlərdə olan sakin nun hərfinin sonuna kəsrə əlavə edərək növbəti kəlməyə bitişdiririk. Əlbəttə, Quran-ı Kərimdə çox ayələrdə rast gəlmək mümkündür. Məsələn, Cümə surəsində də var və yaxud İxləs surəsinin 1-ci ayəsi ilə 2-ci ayəsini də bitişdirən zaman iltiqau sakinin qaydası baş verir.